Mədan, Qəzvin və bir çox şəhərlərindən bizim nömrəmizə zəng edərək internetin kəsilməsini deyirlər. ENT hamınızın səsini eşidib və yaymağa çalışır. Elə ölkədəki etirazlarla bağlı qarşınaşlarımızla irtibat qurub müzakirə aparırıq. Hazırda bizimlə bağlantıda siyasi fəal Yunis Şamili və milli fəal Oqtay Vəlizadədir. Hər ikinizi salamlayırıq. Axşamınız xeyir olsun. Salamlar. İlk sualı Yunis Şamili bəy sizə vermək istəyirəm. Ölkədə təzahüratlar qeyd etdiyimiz kimi artıq bir neçə gündür davam edir. Bu təzahüratların qaynaqlanma səbəbindən və mahiyyətindən danışmağınızı istəyərdik. Buyurun, eşidirik. İzləyicilərinizə salam verin və qonağınıza da salamlayın qonağınızı və sonra sorunuza belə toxunmaq lazımdır ki, baxın, geçən uzun bir tarixin sonucundan danışırıq. Son etirazların əsas səbəbinə diqqət yetirsək, benzinin qiymətinin 3 qat artmasından qaynaqlanır və bu açıqca insanların və xalqların İranda ekonomik və iqtisadi cəhətdən durumlarını, ya biz zəif durumlarında olmasını göstərir və bu etirazların biraz da şiddətli olması, yəni biraz daha çox radikal olması da deyək ki, insanların və ya İranda xalqların dözümünün və ya iqtisadi durumunun ən son damlası kimin, yəni dözümünün ən son damlası kimin oldu ki, bu xəbər yayılan günü belə etirazlar genişdi və birinci gündə 39 şəhərdə etirazlar meydana çıxdı və ikinci gündə 100 şəhərə yayıldı və İran rejiminin reaksiyası da çox güclü oldu və ikinci gündən baxırsınız, internetlər kəsilib və bu hərəkatın genişməsindən hikayət edilir. Yəni, internetin kəsilməsi xəbərlərə görə çox geniş vasitədə ziyan verir. Yəni, 360-70 milyon dolar hər gün deyə ziyan verici bir faktor kimi, amma məcbur olmuşlar bunu bağlasınlar. Çünki eləyə bilsinlər ki, bu etirazları kontrol altına geçsinlər. Xəbərlər əlbəttə ki, çox zəif formada gəlir bu internetin bu vasitəsilə, amma hər halda gəlir. 106 ölü geçen 4 gündə Amnesty'nin raporlarına görə ölübdür, insan ölübdür və sonra çox geniş vasitədə tutulmalar və yaxalanmalar olubdur. Bu göstərir ki, əsas səbəb ekonomi və iqtisadi səbəbdir. Bunu mən hətta bunu biraz da daha gəlişdirirsəm, 96-cı ildə, yəni 2 il bundan qabaq bir İran məclis nümayəndəsi deyir ki, kasıblıq səviyyəsi İranın %80 insanını qapsayır, alır altına və %20'dir. İndi o zaman, yəni 96-cı ildə 2 il bundan qabaq İran neft satırdı və gəliri vardı, yaxşı gəliri də vardı, amma səviyyə, yəni kasıbçılıq, yoxsulçuluq o səviyyədə %80 yayılmış cəmaatın içinə. Amma indi bildiyiniz kimi bu təhrimlər deyək, yəni yaptırımlar deyək, onlardan sonra Amerikanın İranın neft satışını dayandırma məqsədi ilə çabasının sonuçlarında bu qiymətin, yəni benzinin bu qiyməti bura qalxmasının o yaptırımların sonuc verməsi və o xalqların İranda reaksiya göstərməsini aydınca göstərir. Amma hər halda baxırsaq bu etirazların biraz da geniş vasitədə onun tarixsel etirazlarda görür ki, o yalnız iqtisadi səbəblər deyil, başqa səbəblərdən asılı olur. Bütün şuarlara, yəni verilən şuarlara baxanda fərqli bölgələrdə fərqli şuarlar verir, amma əsasda siyasi şuarlar, milli istəklər Azərbaycan şəhərlərində, Urmiyyədə, Təbrizdə tamamən şuarlar milli istəklər üstündə dayanıb və mərkəzdə də şuarlar siyasi şuarların üstünə ölüm olsun Xamneyədən başlanır və devam edir. Yəni, bunun demək olar ki, yəni Cirikqəsin vurur, benzinin qiymətinin artması iqtisadi səbəb vurur, amma istəklər, siyasi istəklər, milli və mədəni istəklər onun arxasında dura-dura geniş vasitədə bu etirazlar genişmədə və əlbəttə indi durumdan dəqiq xəbərimiz yoxdur. Çünki internet kəsilib və xəbərlər çox sıxıntı vasitə ilə eşiyə gəlir.
Yunis bəy, biz bilirik ki, bu İranda baş verən ilk təzahürat deyil. Öncələrdə bu cür təzahüratlar olmuşdu. Ötən təzahüratlarla indi baş verən təzahüratların fərqi nədir və bu təzahüratların insanların öz iradəsini ortaya qoya biləcəklərmi və davamı gələcəkmi, genişlənmə, təzahüratların genişlənmə ehtimalı varmı? İran devrimi ya inqilabından sonra Xümeyninin hakimiyyəti, yəni bir dini diktatorluğun çox qatı və çox qaranlıq formada formalaşması onun devrində bir etirazlara şərait yaratmırdı. Amma Xamneyinin vilayət fəqih stoluna yerine oturandan sonra, məqamına oturandan sonra orada 4 aşamada yani bir geniş vasıtada etirazlar olup öğrenci harekatı adına çok geniş vasıtada 82. ilde meydana çıkıp merkezde öğrenci harekatı çok geniş vasıtada bu hakimiyete etiraz olup 88. ilde Təbrizdə geniş vasıtada yani Azerbaycan ve Türk halkının geniş vasıtada etirazı ve hatta bu harekatın bu milli mədəni harekatın siyasiləşməsinə sebep olan Milli Qiyam adlanan 85. ildə meydana geldi. Belə ki, yani o ildə 85. yani 1385. ildə belə oldu ki, Təbriz şəhəri bir gün, bəzən deyirlər 2 gün əmniyyəti güclərin əlindən yani xaric olmuştu diye bu durumdaydı. Ve o vasıtayla Azerbaycan'ın milli demokratik, ya Türk milleti, Türk halkının milli demokratik harekatının meydanda bir aktör kimi özü formalaştığını gösterdi. Ondan sonra iki harekat, yani ondan sonra yine de merkezden başlanan ve merkezde devam eden Yaşıl Harekatı vardı ki o Yaşıl Harekatında halklar yani gayri-fars halklar reaksiya göstermediler, zayıf oldu. Azerbaycan'da da yani hareket olmadı o yani Yaşıl Harekatının merkez şehirlerde ya Fars şehirlerinde devam etti ve bastırıldı bile ve onun hatta indi liderleri indi de yani içeride ya hapishanede yani otururlar. Ondan sonra iki aşama ama en son 96 ve 98. indi ola. Bu ikisinin sebebi çok iktisadi ve yoksulluk ve kasıpçılığın yani çok böyle İran'da pis bir durumda ve yaygın bir durumda olmasını gösterir. Sonuç vermesine diye sualın yani sizin sualın ikinci bölümünde sonuç vermesine çok tezdir ki bir söz diyek. Ama bakacak gedişata bildiğim yani ama bunu belli etmek olar ki yani bu aşamalar yani mücadele aşamaları hem merkezde ve hem çevrede ve hem Türk halkının mücadelelerinin sergili aşamalarında bu büyük bir yani geniş vasıtada bir siyasi mücadele tecrübesi olur. Eğerse bu tecrübe devam edebilirse yani baskı güçlerin karşısında hayatını devam edebilirse yavaş yavaş başka kesimleri ve geniş vasıtada kesimleri, halkları, insanları meydana çekebilirse ve güçlenebilirse ilerleyebilir demek olur. Ama eğer yine baskıya maruz kalırsa necə ki geçen hareketler olmuştur. Bu harekat da bir tecrübe siyasi ve mücadele tecrübesi kimi hem merkezde ve hem çevrede başka gayri-fars halkların mücadelesinde bir tecrübe kimi kalacak ve devam edecek. Ama şimdi bunu çok tezli demek cevap verme bu suala ki ne sonuç verecek ya sonuç vermeyecek. Bunun harekatın devamına bakmalıyız ve ondan sonra değerlendirmeliyik. Aha. Oktay Bey, Yunis Bey'in değerli fikirlerini eşittik. Bir de sizin dilinizden eşidək. Oktay Bey. Salam deyirəm mən də sizə və dəyərli televizyon izləyicilərinə. Ayrıca değerli qonağınızdan da təşəkkür eləmək fikirlər üçün. Mən də Yunus Bey'in fikirlərinin böyük bir qismətinə qatılıram. Bunları artırmaq istəyirəm ki, İranda və ya dünya müasir tarixində en önemli değişim ve devrim, inqilabların en önemli faktoru mənim nəzərimə ekonomi məsələlər olubdur. Biz bilirik ki, son 5 ildə İranın vahid pulu, para birimi tam 5 kat değersizleşib və bunu çok yakından millət hiss edir. İran Cumhurbaşkanı Ruhani da bunu dəfələrcə açıqlayıb. Yəni son 40 ildə en zor ekonomi durumdayıq. Bunu belə açıqlayıbdır. Mən belə görürəm ki, təbii ki, genel bir rizayetsizlik, genel bir şikayet var İran'ın bütün toplumlarından. Yani
dini, siyasal ve etnik bütün toplumlarında genel bir rızayetsizlik veya şikayet var merkez sisteminden. Zaman zaman bu genel rızayetsizlik belli bir etniklere toxunduğunda o etniklerin biz mitingin ve protestosunu görürük. Zaman zaman baxırıq Ərəblərin, İranda yaşayan Türklərin veya Bəluçların merkezden şikayetleri ve protestolar olur. Bu protestoların diğerlerine değişen bence tek bir nokta var. O da İran'da yaşayan bütün halkların gündelik geçimine dokunan bir ekonomik hareket vurulup, bir ekonomik zərbə vurulubdu. Biz belə bilirik ki, benzinin 3 kat bahalaşması sadece İran'da ulaşım ve maşın kirayelərini bağlatmır. Bütün geçim vəsilələrine de etkisini bırakır. Bu dediğim gibi benzinin bahalaşması bütün topluma tesiri var. Ona göre İran'ın bütün noktalarında etirazlar başlayıb ve görünen bu ki bu rahatlığa da bu mesele dinmeyecek. Çünkü bütün akşarda, bütün sınıflarda biz indiye kadar adların eşitmediğimiz xırda kasabalarda, şehirlerde bile etirazlar var. Benim değerlendirmem bu yöndedir. Aha. Oktay bəy, bilirik ki, Azərbaycanın müxtəlif şəhərlərindən də bu etirazlara qatılanlar var. Milli hərəkət olaraq bu mərhələdə Azərbaycanlılar necə himayət olunur? Bu bizim milli hərəkətin geçen 20 ildə mərkəz düşüncədən biraz ara fasilə tutduğu, yani öz necə deyim, fikrin ortaya koymaya çalışıbdı son 20 ildə və mərkəzdəki etirazlara bir çoxuna qatılmayıb. Yani İran'da en son etkili etiraz yaşıl etirazı olsa desək, bizim tarafta herhangi bir adımlar qatılım olmadı bu hərəkətə. Bizim mərkəz düşüncəmiz Təbriz və Güney Azərbaycan mərkəz düşüncəsi olarak devam edibdir. Bu bizim için de bir fırsat olarak değerlendirebildik. İran'ın genelinde bir rızayetsizlik var. Bizim tək başımıza İran'da bir hareket yarattığımızda ne yazık ki çok ciddi bastırırlar, merkezden bastırırlar. Bu seferki hareket biraz daha farklıdır, ben böyle değerlendiririm. Çünkü İran'ın genelinde bir etiraz ve protesto söz konusu. Bu sefer biraz daha rahat düşünürüm ki öz fikirlerimizi merkezde oturan insanlara bildirebileceğiz. Milli hareket İran'ın genelinde diğer hareketlerden ve diğer opozisyon veya içeride faaliyet gösteren diğer hareketlerden farklı olan tek bir yönü var. Bizim hareketimizin məqbuliyyəti milletimizin yanında çok yüksek bir derecededir. Biz direkt müstəqim milletimizle orada istediğimiz işleri görebiliriz. Diğer hareketler o kadar təsirli değiller, öyle düşünürüm. Xüsusən Azərbaycanlıların bu etirazlarda milli şüarlar səsləndirməsi, öz milli mənafeyi uğrunda sanki savaş meydanlarına çıxmış kimi milli şüarlar səsləndirilməsi ilə bağlı düşüncələriniz nə yerdədir? Tam bir doğru bir harekettir. Hatta bundan etkili de biz bugün herhalde traktörün oyununu da iptal ettiler. Orada da bizim için bir büyük bir tribundu bu dediğiniz şuarlar seslendirmeye. Bizim taleplerimiz milletimiz tarafından zaman zaman fırsat verildiği kadarıyla veya yol aldığımız kadarıyla seslendirildik. Milletimiz her zaman sesini duyurmaya çalışır. Yunis bəy, siz necə düşünürsünüz? Milli şüarlar dedik ki, Oktay bəyin fikirlərini aldıq ki, çox doğru bir addımda Azərbaycan türkləri, hətta bu etirazlar, bu təzahürat bir vəsilədir ki, öz sərnevişləri uğrunda şüarlar səsləndirirlər. Bu şüarların səsləndirilməsi, Azərbaycanlıların bu iti addımları hər hansı bir nəticə verə bilərmi sizin düşüncənizdə, müsbət yöndə? Xalqımızın meydanda olması ve milli ve medeni haklarına şuar vermesi çok olumlu, çok olumlu bir hareket.
ve hatta itirazların içinde bile bulunmaları, olmaları çok ümit verici bir hareket. Çünkü bizim teessüfle bizim aktivistlerimizin içinde bir sıra insanlar vardılar ki bile düşünürler ki güya merkezde eğerse bir itirazlar varsa biz ona katılırsak bizim harekatımızı kurban edip ve onun bizim haklarımızı içine yiyecekler diye bile düşünce var idiyim diyeceğim. Belki indilerde de ben son zamanlarda az eşitliyorum ama geçen hareketlerde elhamdülillah bu yani Yaşıl Harekatında bu düşünce o kadar güçlüydü ki Azerbaycan katılmasın diye bile Yaşıl Harekatın itirazlarına yani iftiharla yani böyle sevine sevine Azerbaycan katılmadı diye düşünürdüler. Orada umumiyette o Yaşıl Harekatı vilayeti fərqinin otoritesini sındırmak içindir. Ve o sındırmada bizim aktivistler iştirak etmediler. Yani hatta diyelim ki oranın uğur kazanmamasında bile bizim aktivistlerimizin veya bizim iştirakçımızın olması rolü oynadı. Bir çok teessüflü bir durumdu. Çünkü her hareketi ki İran'ın yani İran çapında gelir ve o hareketi ki merkezde otoriteni sındırır, əlel xüsus vilayət fərqinin otoritesini sındırır ve onun məşruiyyəti ve itibarını zəiflədir. O harekete biz katılmalıyız ve aktif olmalıyız. Bu bir yönüdür. İkinci yönü her bir siyasi harekete katışanda bizim meydanda olmamız, yani bizim aktivistlerimizin meydanda olması ve şuar vermesinin səbəb, yani çok olumlu nükteler ve yönleri var. Yönlerinden birisi ne isteyirik diye meydana koyma, o ortaya koyma. O isteyen kime deyirik bu sözler? Yalnız hakimiyete değil bu sözler ki ne isteyirik diye. Halkımızın o bölümleri ki bu harekatın içine katılmayıplar, gözləyirlər, olumlu sözler, şuarlar, fikirler istəyirlər. Ona göre bence bu harekata katılma ve şuarlar, olumlu şuarları meydana koyma, harekatın məqsəd ve hedefini bellətdirmə kəsimdə, yani Azerbaycan Türk toplumunda daha geniş kesimleri eləyə bu harekata karıştırsın ve harekatın yani Türkiye Milli Demokratik Harekatını Türk bölümlerindeki Azerbaycan biridir. Yani Azerbaycan yalnız değil. Yani Azerbaycan'da genişlendirir. Dikkat ederseniz sizin öz tanıtım vermenizde de yalnız Türk bölgelerini qəzbindən o yana aparmadınız. Orası biraz bence biraz düzgün çıkmaz. Tehran'ın toplumunun %60'ı insan, yani Türk insanı yaşayır. Bence biz yani gelecek yani değişiklikte harekat, yani Türk Milli Demokratik Harekatın merkezde rol oynama istemese, yani siyasi rol oynama istemese Tehran'da eləyə bilər. Hemen Belayı ki 1946. yılda milli hükümetin başına geldi. Yani hakimiyet, İran hakimiyet, Sovyetler çekilenden sonra İran hakimiyeti özün güçləndiləndən sonra ordunu yürüttü Təbriz'e ve milli hükümetimizi meydandan kaldırdı. İndi de bize bir büyük fırsat var. Biz yani Azerbaycan, Güney Azerbaycan bir alandır. Orada elbette ki Güney Azerbaycan'da bir devlet kurulma söz konusudur. Yani İran'da halkların her birisi öz bölgelerinde milli hakimiyetlerin kurmağı, bir federalist sistemin içinde istəyirlər. Ama bizim düşüncemiz, yani Türk Milli Demokratik Harekatı yalnız Azerbaycan'a sınırlanmır, çok zayıf ve çok yanlış bir durum ve bakıştı ki yalnız bir Türk harekatını Azerbaycan'da kısıtlayıp sınırlayasan. Azerbaycan dediğinde Türk harekatı, bu adı esasen Türk harekatı. Yani İran'ın cunubunda, Khorasan'da, Qəşqai, Şiraz'da, Farsların bölgesinde, İsfahan'da, Loristan'da Türk bitişik bölgeler ve şehirler yaşayırlar ve biz onların ve ondan sonra Türklerin başka Fars şehirlerinde yaygın formada bir azınlık kimi yaşamalarının hamısının bir sesine ve gücüne bir milli demokratik harekatın ihtiyacı vardı. Ona göre biz düşünmeliyiz ki bu harekatın şuarları Təbriz'de, meydana çıkması Təbriz'de, Urmiye'de bizim halkımızı İran seviyesinde Türk halkını buna yönlendir, bu harekata yakınladır, sempati kazandırır ve eləyəblər bu harekatı gücləndirsin. Ona göre çok olumlu görürəm ve çok düzgün bir hareketdir ve şuarlar da yerinde ve yaxşı bir şuarlarda. Çünkü ümumiyyətlə şuarlar bakanda bizim geçmişte bu geçen 20-30 yılda şuarlarımızda bizim aktivistlerimiz şuarlarının hamısı olumlu olmuşlar təəssüflə. Ama bu dəfə verilen şuarların hamısı hoş ve olumluydu ve ben umuram ki devam edecek. Yunis bəy, Yaşıl Hərəkatdan söz düşmüşkən, Azərbaycanın bu hərəkata qatılmaması, Azərbaycanın necə deyim, mərkəzdən fərqli düşündüyünü göstərmədimi? İlk addımda bu gərəkli idimi?
Yox, yanlış düşüncədir. İndi də zaten diqqət eləsəniz mərkəzçilər mərkəzə çalışırlar və xeyri-fars xalqlar meydanda olmaqlarına demək öz bölgələri üçün çaba göstərirlər. Yəni Azərbaycanda türk bölümlərində və türk şəhər və kəndlərində xalqımızın meydanda olması və güc görməsi, öz bölgəsində güc toplaması və yeri yerine gələndə və siyasi böhran ortaya gələndə öz bölgelerinin, şehirlerinin ve kentlerinin siyasi cəhətdən kontrol altına geçirmə söz konusudur. Yani hiç fark etmez. İndi bu hərəkat dozusudur. Mərkəzdə çalışanlar Azərbaycan üçün çalışmırlar ki. Onlar mərkəz üçün çalışırlar. Kürtlər öz bölgeleri için çalışırlar ve biz de öz bölgemizde kamuoyu, zihniyet, əfkar umumi yaratmak için çalışır ki öz halkımız için daha çok insanlarımızı bu hərəkatın içine cəlb edək ve Türk bölgelerinde, hatta Tehran'da belə Türklere zihniyet, milli fikir ve zihniyet yaransın ve orada bir siyasi topluluk formalaşsın ki eləyə siyasi değişiklikle o gelen geniş böhrandaki rejim değişikliği olsa orada eləyə Türk toplumunda rol oynasınlar. Ona göre bu çok yanlış bir düşüncedir ki güya biz Fars harekatından başka bir hareket edeceğiz. Siyasi rejim İran'da değişmeyecek. Məgər bu ki tamam hareketler, siyasi hareketler İran'da birlikte bir yönde, bir istikamette istibdat ve sömürgesi bir siyasetin aleyhine harekat etsinler. Yani İran'ın sistemi uzun şey. Eğerse bir tarafta indi bakalım, mesela siz şeye bakın, hele bu yaşıl harekatına bakın. Tüm merkezde devam etti, bastırıldı. Eğerse bu harekat Azerbaycan'da Türkler hareketli olsaydılar, Kürdistan'da Kürtler, Beluçistan'da Beluçlar ve Araplar o bölgede ve bu baskıcı güçlerini bölünseydi bölgelere belki Tehran'da onu eleyebilmezdi, bastırsın ve harekat bazı uğurlar kazanardı ve uğurlar kazanılsaydıysa ve Türkler de ondan behre aparıp istifade edecekler. Ama çünkü bu harekatta iştirak etmediler. Əmələn o güc, yani rejimin baskın gücünün daha çok almasına, yani Azerbaycan'da sert etmedi. Azerbaycan'da baskı kuvvet güçlerini çəkdi apardı Tehran'da, o bölgelerdeki itiraz vardı. Orada bastırdı ama bu harekat burada olsaydı, yalnız dikkat edin, itirazların olması yalnız İran rejiminin baskı gücünü zayıflatmak için değil, onlar için değil, meydanda olması, umumi əfkara, kamuoyuna təsir etməsi, onları cəlb etməsi, sempati kazanmak halkın içinde ve sempati o düşüncesi ve yaygınlığın içinde organize olmasıdır. Ona göre bu aktivce meydanda olması, yani bu harekatın gelişmesi evde oturmakla, kitap okumakla, zatla değil, yani onlar da lazımdır. Ama sen meydanda nümayiş harekatında, yani nümayiş etmede, göstermede, şu anın fikrini, amaclarını demekte bir sempatik formada sen halkını cəlb edeceksin. Bir kere düşünmeyin ki Azerbaycan'da mesela Türklerin hamısı bu harekatın taraftarında. Bunu böyle düşünsek çok yanlış olur. Türkiye bir numunəsidir. Türkiye'de bakın görün bu mesela bu Türklerin, Kürt partiyaların 7-8% sesleri var. Azad bir toplumda bir ses de verirler. Ama bayan Kürtler hamısına rəy vermirlər. Kürtler AKP'ye de rəy veren var, CHP'ye de rəy veren var. Kürtler hamısı Kürt partiyalarına ses vermirlər. Ona göre biz düşünmeliyiz, çok dikkat edin. Çevremizde olan toplumları araştırmalıyız, onların tecrübesinden istifade etmeliyik. Meydani harekat çok milletimizin cəlbi için, əfkarını yaratmak için önemli de onun üstüne işlemeliyiz. Yalnız Azerbaycan yok dedim, onu tekrar edirəm. Türk harekatı yalnız Azerbaycan değil, təəssüflə bir daha bizim harekatın içinde bir düşünce var. Düşünür ki Azerbaycan'a biz düşünmeliyiz, Azerbaycan'a ayırmalıyız, Azerbaycan'la Cumhuriyeti birbirine bütöv etmeliyiz. Bu düşünce sebep olur ki Türk harekatının en önemli bölümü ki milyonlar insan Tehran'dan o yana diye mesela Şiraz'da, Fars bölgesinde, Khorasan bölgesinde, İsfahan bölgesinde, Lor bölgesinde ve yaygın formada yayılmış şehirler, İran'ın şehirlerinde unutulur, kenara koyulur. Bakmayalım şuna çok büyük güçle, en büyük güçle Tehran'da olan Türklerin huzuru için bizim harekat o cemiyetin, nezerin, fikrin ve kalbin cəlb etmeye çok büyük çaba göstermelidir. Sözü uzattım, beni bağışlayın. Aha, Oktay bəy, Yunis bəyin fikirlərini aldıq, çox dəyərli fikirlərini bizimlə bölüşdü. Siz necə düşünürsünüz? Yaşıl hərəkata qoşulmamaqla Azərbaycan türkləri, Azərbaycan milli hərəkatı doğru addım mı atdı?
Dediyim kimi mən az öncəki söhbətlərimdə də dedim, son 20 ildə bizim hərəkət artıq yolun ayrı. İranda öğrenci hərəkəti dediyində İran mərkəzi öğrenci hərəkəti bu gün ayrı gedir. Azərbaycan milli öğrenci hərəkəti ayrı gedir. Yaşıl hərəkətinə qatılıb-qatılmamasını belə dəyərləndirə bilməm. Bizim aslında bu hərəkətə baxdığımızda bu neyi güdür, yani tələbi nədir, isteği nədir? İsteği İran'da ruhani değil, Musevi mi olsun yani veya orada az bir değişim mi olsun yani? Biz İran'ın geçmişine baktığında zaten bütün değişiklikleri, bütün ciddi devrimleri bizim qatılmamızla olubdu. Belə düşünürəm ki, bizim hərəkət ona qatılmamaqla çox doğru bir hərəkət gördü. Aslında meydanda olmak her zaman meydanda bağırmak değil. Bizim meydanda olmamız, o harekete katılmamamız zaten bir diş göstermelidir. Yani bizim sizin merkezinizi kabul edemirik. Biz bu tarafta öz taleplerimiz, öz istəklərimiz var. Bu hareketlerde ki Azerbaycan milli hareketi, Azerbaycan milli hareketi bir toplumsal, yani toplumun içerisinde yer edilmiş bir harekettir. Yani bir neferin veya bir grubun, bir liderin, bir partinin bir hareketi değil. Doğru karar aldı, doğru bir karar verdi, məncə qatılmadı Yeşil Hərəkatdan. Yeşil Hərəkatı mərkəz düşüncəsi üzərinə qurulan bir hərəkətdir. Belki şayet Yunus Bey deyir ki, mərkəzi biraz zəifləndirib sonra öz istəklərimizi ortaya çıxarda bilir. Buna da mən qatılmıram. Mərkəzi biraz zəiflədib öz istəklərimizi necə ortaya qoya bildik ki? Biz bu insanlarla necə əl-ələ verə bildik ki, biz bunlarla bizim geçmişimizdə nə qədər necə qanlı bizə müdaxilələr olub, nə qədər bizi əziblər, öldürüblər. Yəni bizim geçmişimizə baxdığımızda bunlarla yan-yana gəlməmiz bugün məncə yanlış bir hərəkətdir. Amma bu günlərimizi, mən başda da sözlərimin başında da dedim, bu günlərimizi Azərbaycan hərəkəti mərkəzdəki hərəkətə qatılmayıb bugünkü etirazlarda. Bugün İranın genəlində bir etiraz var. İranın genəlindəki etiraz mərkəzi zəifləndirir və biz bu bugünkü fırsatdan istifadə edib öz istəklərimizi, öz tələblərimizi deyirik. Bu bugünkü hərəkət daha fərqlidir. Yeşil hərəkətindən veya diğer hərəkətlərdən daha fərqlidir. Çünki genel bir rızayətsizlik var. Dediyim kimi, xırda şəhərlərdə belə bir etiraz var. Bu mərkəz yönləndirməsi ilə deyil. Aydındır. Belə bir sual da verəcəm. Dediyiniz kimi artıq bu təzahüratlarda Azərbaycan Milli Hərəkatı insanlarımız aktivləşib və öz sənəveşləri uğrunda mübarizə aparırlar. Bəs bir rəhbər, bir yol göstərən, bir yönetici, sazman, təşkilat formasında idarəçiləri varmı, yoxsa xalq elə başsız mı meydanlara axışıb? Genel anlamda bu günlərimiz İrandakı olan etirazlarda genel anlamda bir rəhbərləşmə, bir rəhbər yoxdur, bir liderliğin üstlənən yoxdur. Genel İranın genelində. Belki sahibləşənlər var. Biz bilirik ki, farsça desəm, mucizalarlar var. Yani adlarını vermək istəmirəm buradan reklam olmasın diye. Farklı gruplar ki, geçmişdə bunların əlləri də qanlıdır. Azərbaycan xalqının əlləri də qanlıdır. Bu günlərimizi biz bu hərəkətin, yəni İran genelindəki hərəkətin dəstəklisiyiz diye açıklama yapılır her gün. Bunlar bu etirazların lideri ve öncülü değiller. Bugünkü etirazların, İran'daki bugünkü etirazlar genel bir toplumsal şikayet üzerine, genel bir rahatsızlık, bir rızayetsizliğin üzerinedir. Ve bu necə yönlənir? Bu aslında bu etirazlar necə yönlənir? Bu günlərimizi İran'ın en ucgar kəndində, yəni əllə ulaşılabilməyəcək kəndində, şəhərində bu günlərimizi benzinin bahalaşması o insana təsir görür. O təsirindən dolayı bu günlərimizi etirazına səbəb olur. Bu günə qədər mərkəzdən yani liderliğin üstlenen bir şey görmürəm mən. Bizim tərəfdə də milli hərəkət ağıllı bir hərəkətdir. İçəridə öz liderləri var və doğru yönlənir deyə düşünürəm. Yunus bəy, siz necə? Oqtay bəyin bu fikirlərlə razılaşırsınızmı?
Oktay bəyin fikirlərini heç razılaşmıram və çox da tənqidi düşüncələrim var və diqqət edin, mən biraz sonra Oktay bəyin fikirlərini biraz toxunsam daha yaxşı olar. Çünki Oktay bəyin yalnız düşüncələri deyil, bəlkə Türk Milli Demokratik Hərəkatının Azərbaycanda və ümumiyyətlə İranda bir fikir kəsimidir. Mən qoyun bunu belə formalaşdırım ki, ümumiyyətlə bildiyiniz kimi Türk Milli Hərəkatı, yəni bizim dostlarımız Azərbaycan Milli Hərəkatı adlandırırlar onu. Çünki bu hərəkət ümumiyyətlə İran çapında gedir, xalqın hərəkatıdır, coğrafiyanın, yəni Azərbaycan coğrafiya hərəkatı deyil, xalq hərəkatıdır. Necə ki, Kürdlər Kürdistan hərəkatı deməzlər, Kürt hərəkatı deyərlər və ümumiyyətlə bizim xalq hərəkatı Türk xalqın hərəkatıdır. Hər halda buradan keçək. Baxın, deyir ki, Oktay bəy deyir ki, bunu deyirdim, bizim hərəkat yeni, taza bir hərəkət, tarixi zəif bir, yəni baxmayaraq ki, keçən 70 ildə bizim bir dövlətimiz oldu, o dövlətdən sonra elə kəsildi ki, yəni bu tarixi kəsdilər. Bu yeni hərəkat ki, başlanıbdır İranda, ələlxüsus Azərbaycan Cumhuriyyətinin əldə olunmasından sonra yəni formalaşıb meydana çıxıbdır. Bir az təcrübəsi vardı, yəni siyasi hərəkət olaraq dərin bir təcrübə, siyasi təcrübəsizlikdən doğrudan əzabdadır bu hərəkət. Dərin siyasi təcrübəsizlik böyük bir problemdir bizim bu Türk hərəkatımızın, xalqımızın milli hərəkatında. Birinə baxın, deyir ki dostumuz, biz yaşıl hərəkatında dişya güc göstərməkdən ötürü bu hərəkata qatılmadı. Sual budur, kimə güc göstərmək? Kimə? Vilayət-i fəqih rejiminə mücadilə edib, onun vilayət fəqihin gücün əlindən alanlara mı güc göstərmək istəyirsənsə? Ya biz gücümüzü İran rejiminə, hakimiyyətinə və vilayət fəqiyə göstərməliyik. Oradakı sıxıntı, yəni hərəkatın içində, biz bilirik, baxın, belə bu təcrübəsizlik konusunda bir başqa bir pərdə də açım. Pərdə budur. Düşünürlər ki, bizim dostlarımız, məsələ, indi İranda dini bir hakimiyyət var. Əgərsə yaşıl hərəkatı qazansaydı, əsas istəklərindən, onların istəkləri, diqqət edin, onların əsas istəkləri vilayət-i fəqih qanunundan çıxartmalıdır. Yəni, vilayət-i fəqih qanunundan çıxartmaq əsasında İslam Cumhuriyyəsinin için boşaltmaq deməkdir. Amma diqqət edin ki, heç zaman Musavi kimi bir adam gəlib vilayət fəqihin yerində otura bilməz. Bu adam nə belə bir iddiası vardı, nə belə bir işi görə bilərdi. Yəni, mərkəz kəsimi vilayət-i fəqihə yaşıl hərəkatında qələbə çala bilsəydi, İranda hakimiyyət zəifdirdi. Hakimiyyət nə demək zəifdirdi? Çünki dini otorite aradan gedirdi. Siyasi cərəyanlar və siyasi hərəkətlər meydanda rol oynaya biləcəkdilər. O tərəfdən, bir bu tərəfdən. Ondan sonra, yəni bunlar düşünürlər bizim dostlarımız ki, güya Xamneyi gedəcəkmiş, o istorun və ya o məqamda oturacaq, Musavi oturacaq. Belə bir şey imkansızdır. Ən önəmli hərəkat Musavicinin hərəkatında, yəni yaşıl hərəkatın siyasi otoriter, diktatorun siyasi otoritəsini sındırmalıdır ki, insanlarda, xalqlarda bu cürəti yaratsın ki, meydana gəlsin və istəkləri meydanda ortaya qoysunlar. O bizim üçün həyat idi. Dostumuz deyir ki, biz orada güc göstərdik ki, biz qatılmırıq bu hərəkətə. Nə demək yəni güc göstərdik? Güc göstərdik ki, Xamneyi oturduğu yerində daha möhkəm qalsınmı? Yəni güc göstərdik ki, Xamneyi və onun vilayət fəqihi güclü saxlayaq, yəni onu zəiflətməyək mi? Etirazçılara bir güc göstərdik mi? Bu yəni bir siyasi adam, siyasi baxışdan düz baxış mı? Yəni çox yanlış və siyasi cəhətdən təcrübəsizliyi göstərir. Əsasən etirazi hərəkatın qarşısında durmaq və ya ona qatılmamaq, yəni istibdadi rejiminə ki, mücadilə edir, ona qatılmamaq istibdada dəstək vermək deməkdir. Və elə də oldu. Necə ki də qazandılar. Ona görə bu düşüncə bizim hərəkatın içində məncə dərin təcrübəsizlikdən qaynaqlanır. Ondan sonra icazə verin. Baxın, mərkəzi zəiflətmək olursa, deyir ki dostumuz, indi hərəkat mərkəzi zəiflədir, genel bir hərəkət var, ona görə biz qatılırıq. Onda da əgərsə
yaşıl hərəkatında Türk, Kürt, Ərəb hamısı qatılsaydı, genel vasitədə zəiflənəcəkdi hakimiyyət. Onda elə belə olacaqdı. Onda daha güclüydü mərkəz. Onda daha imkanı qələbə çalma, istibdada qələbə çalma var üçün milyon insan meydana çıxmışdı. İndi milyon insan çıxmır. İndi baxanda sayılara məsələn 1000, 5000 və 10.000 bəlkə bilmirəm. Yəni çox zəif bir durumda. 80 milyonluq bir ölkədə 5000 nəfərlə çıxma böyük bir güclü bir hərəkət deyil. Ona görə o yaşıl hərəkatının təcrübəsi çox bir acı təcrübədir Azərbaycanda gedən milli demokratik hərəkata. Onu deməliyəm. O açıdan amma təşkilatlaşma məsələsinə gəldikdə mən əgər istəyirsiniz sual budursa ona da fikirlərim açıqsa söylərim. Əlbəttə. Oktay bəy, Yunis bəy dedi ki, dərin siyasi təcrübəsizliyə malik olub milli hərəkatın öndə gedənləri. Bəs siz necə düşünürsünüz? Axı nəyə görə? Əslində təcrübəsizlikdən deyil, tək bir cümlə ilə cavab vermək istərəm. Təcrübəsizliklərdən deyil, bəlkə təcrübələrdən dərs alan milli hərəkət bu gün bu qərara gəlir. Yəni biz ötən 100 ildə baxdığımızda bu Yunus bəyin saydığı bu qruplarla çox işbirliyimiz, müvazi, paralel hərəkətlərimiz olub, sonuçlarını da görmüşük. Bu işbirliklərin, bu birlikdə etiraz eləməklərin hər zaman Azərbaycan xalqına, dirək Azərbaycan xalqına zərbə vurubdur. Bunu çox yaxından görmək olar. Yəni ən son somut və net örneği, misalı İran devrimidir. Yəni bizim belə yəni net bir örnek demək istəsəm, Urmiyanın bir dənə kəndindən verilən şəhid sayısı bütün Xurasan 5 milyonlu Xurasan ustanından daha fazladır. Biz yani İran'daki ama sonu ne olur? Sonu ne olur? Sonu bir gün gözlerimiz önündedir. Bizim burada da Yeşil Hərəkat hakkında çok da danışmak istəmirəm. Ondan öncəsi eğer bizim 85. yılda yani 88 yılında Yeşil Hərəkatı, 85. yılda bizde genel bir protesto oldu. İran, Güney Azerbaycan tüm şehirlerinde 35'e yakın tüm şehirlerde protesto oldu. Diğer Fars grupları herhangi bir etiraz bile değil, herhangi bir yazısını biz görənmədik. Ondan sonra onların hərəkatında da biz qatılmadıq. Qatılmamamız necə güc göstərməmizdir? Sual eğer buysa, buna belə cavab verə bilirəm ki, bizim qatılmamamız o hərəkətin onayla təyid eləməməyimiz mənasındadır. Bunu da geçmişe dayandırıram ki, bunlarla biz bütün işbirliklerimizə zərərli çıxan biz olmuşuq maalesef. Bu günlərimizdə İranın bütün şəhərlərində etiraz var. Bütün şəhərlərində. Bu bir dini, məzhəbi veya etnik bir etiraz değil. Bir gün şahçıların, dinçilərin etirazı değil bu. Bu günlərimizdə normal xalqın etirazıdır. Bu normal xalqın mərkəzi zəifləndirəcək və görünən bu ki, bu etirazlar yaxın bir süre içərisində dinməyəcək. Bu yüzden Azərbaycan Milli Hərəkatı bu hərəkət bugünkü etirazlara qoşulub deyə mən düşüncələrimi sizə deyirəm. Aydındır. Yunus bəy, İranın siyasət... İzni verirseniz ben bir reaksiya verim, ondan sonra siz devam edin. Əlbəttə, buyurun. Bəli, dikkat edin. Ben bir başka perde budur ki bizim aktivistlerimiz içinde bu siyasi meseleyle çok ihsasi ve əsabi davranmak ve reaksiyavi davranmak. Yani hem ihsasi bir davranmak hem de reaksiya esasında davranmaktır ki bu siyasi olumlu bir hareketin yani zayıflatmasında çok büyük rol olur. Bakın dikkat edin Oktay Bəyimizin fikrinə. Oktay Bəyimizin fikri değil ha. Yani yalnız Oktay Bəyimizin şey, söz konu. Çünkü burada onun ağzından çıkıp değilir, onu deyirəm, adını deyirəm. Yoksa bu yani düşünce bizim ihsas yani hissiyata dayanarak, əsəbiyyətə dayanarak, reaksiyaya dayanarak aktivistlerimiz içinde çok yaygındır bu düşünce değil. Bakın deyir ki biz 1385. yılda o milli qiyam adlandı. Doğrudan da hakikaten bizim harekatımızın tarihinde bir parlak tarihti ki o böceğe benzetmişler Türk halkını ve itirazlar geniş oldu ve Azerbaycan'da tamam şehir ve kentlerde itiraz oldu ve Təbrizdə en genişi ve hatta
dedim kontrol bu əmniyyəti güclərin əlindən də çıxdı. O böyük parladı. Amma deyir ki, Oktay bəy deyir ki, o hərəkatın olandan sonra, yəni 85 hərəkatı, milli qiyam adlandırdı onu. O milli qiyam olandan sonra Fars mərkəz qruplarından müsbət reaksiya gəlmədi, onu dəstəkləmədilər, onlar bir şey demədilər. Ona görə, diqqət edin sözlərinə, ona görə biz Yaşıl hərəkatında da dedi ki, indi biz qatılmarıq sizinkinə. Aydındır. Bilirsiniz bu nə deməkdir? Aydındır. Bu deməkdir ki, biz səkkəlimizi veririk Fars qruplarının, mərkəz qruplarının əlinə ki, onlar bir iş görürsələr, görməsələr bizə təyin etsinlər ki, biz bu işi görək, görməyək, reaksiya verək, verməyək, meydana çıxaq, çıxmayaq. Əgərsə onlar bizim hərəkatımıza dəstək verməsələrsə, biz çıxmayarıq işə çıxmayacağıq. Yəni reaksiya. Amma baxmayaraq ki, bizim meydana çıxmamız Yaşıl hərəkatında o güclü milyon hərəkatçı mərkəzdən var idi. Bizim ora qatılmamız, Kürdlərin, başqa bölgələrin, yəni İran rejiminə etki buraxmasında heç bir quşku yox idi. Amma bu iş olmadı. Hərəkətlər yalnız mərkəzdə oldu və bizim də aktivistlərimiz, Oktay bəy kimi düşünən aktivistlərimiz sevinə-sevinə də biz varıq, reaksiya göstərmədik deyə istibdadı yerində, məqamında saxladılar. Ona görə mən düşünürəm ki, bizim hərəkatımızda reaksiya yox. Biz təhlil, öz analiz və təhlillərimizin əsasında analizimizi qoymalıyıq, nə lazım deyə onu görməliyik. Bizim hərəkatın meydanda olması, hərəkatın güclənməsi və biz yeri yetişəndə bölgələrimizi öz kontrol altına geçirməmiz söz konusudur. Bizə haqqı, baxın, bunu bir təkrar edin, heç kəsə haqqı verməzlər. Haqq alınmalıdır. Bizim hərəkatımız nə qədər meydani olursa, o qədər cəzb edici olur, o qədər xalqları daha çox cəzb edir, o qədər təşkilatları gücləndirir. Baxın, bizim təşkilat güclərimizə zəif durumda, heç belə rizayətli vəziyyət deyil. Ona görə bu düşüncə tərzi reaksiya əsasında, yəni səkkəlimiz verək, mərkəzdə necə edirlər, biz onlara bir reaksiya görsələr, oturaq evimizdə çox yanlış bir siyasətdir. Buyurun. Yunus bəy, axı deməli İranın siyasi... demək istərdim mən. Bəli, Oktay bəy, buyurun. Yunus bəy, reaksiya deyil aslında, bu dirək aksiyadır. Bizim hərəkətimiz dirək aksiyadır. Mən bunu sizə demək istərdim. Yəni, mərkəzdə nə düşünürlər, biz ona bir qarşı qoyaq və ya yanında duraq, bir hərəkət sərgiləmir bizim hərəkətimiz. Bu günlərindəsi bizim net istəklərimiz, baxın, yəni bəlkə biraz çox net bir mesaj olacaq, amma bu gün traktor yönündə açılan pankartda deyirlər ki, ya buranı verin bizə, ya da qanla alacaq. Yəni, ya Çekoslovakidir, ya Yugoslaviyadır. Bəli, müqayisə edirlər, bəli. Bizim hərəkət reaksiyalar, yəni əks-əlməlilərin hərəkəti deyil. Yəni, biz yaşılları dəstəkləmədik deyə, onlar bizi dəstəkləmədi deyə biz çıxmadıq. O deyil. Bəlkə cümlədə bir yanlış anlaşılma oldu. Bizim hərəkət müstəqil düşündüyü üçün qarışmadı ona. Bizim hərəkət onları dəstəkləmədiyi üçün qarışdı ona. Biz sözümün bir digər bölümünə hər halda siz diqqətlə dinləmədiniz. Mən hətta net örnək də verdim sizə. Urmiyanın X kəndində minlərcə insan öldü. Bizim birlikdə hərəkət etdiyimiz mərkəzdəki hökumətin, mərkəzdəki hərəkətlərlə birlikdə hərəkət etdiyimiz bütün hərəkətlər olumsuzluqla olubdur. Mən bunu sizə deyə bilməm. Bu bizim geçmişimizdə, yəni İranın son 100 yılında var, ondan öncəsində ayrı dəyərləndirmək olar. Son 100 yılda maalesef ki denəmişik, yəni denədiklərimizi təkrar denəməkdə bəncə heç yararı yoxdur. Dəyərli qonaqlar, hər ikinizə icazə versəz bir sual verərdik. Axı İranın siyasət tarixində Tehran heç zaman Azərbaycanın maraqlarını, necə deyək, qəbul eləməyib, dinləməyib. Və önümüzdəki zamanlarda inqilab baş verərsə, Tehran yenə də mi bu addım atacaq, yenə də mi bu işi görəcək? İlk cavabı, ilk şərhinizi Yunus bəy sizdən buyurun dinləyək. Çox gözəl sorundur, çox gözəl sorundur. Fəqət bir cümlə deyim Oktay bəyin sözlərinə ki, biz o Yaşıl hərəkatında o hərəkətdə dəstək vermək yox, bəlkə Azərbaycanda Türk hərəkatının meydanda olmasını
və bu bölgəsinə, öz milli vətənə sahib çıxması üçün meydanda olmalıydı. Ondan ötürü dəstək verməkdən ötürü də. Amma sizin sorunuza gəldikdə. Baxın, bu çox önemli bir sualdı verdiğiniz sual. Yani bizim hərəkatımızda olan bir canlı sualdı. Elə bu bizim danışdığımız, mübahisə etdiyimiz konuya çox əlaqəli bir sualdı ki, Tehran bizim istəklərimizə, yəni mərkəzi, İranın mərkəzi bizim istəklərimizi qəbul edəcəkmi, etməyəcəkmi? Siyasətdə şey yoxdur, yəni vermə yoxdur. Hak vermə adında bir şey yox siyasətdə. Siyasətdə hak alma adında bir şey var. Bakın, siyasi arenada 80 milyon cəmiyyət var İranda. Bu 80 milyonun cəmiyyətin %40'ı Türkdülər. %40'ı. Bunun %8'i onu Kürt'dür. Onun neçəsi faiz Ərəb və Bəluç və Lor belə. Yəni İranda dediyim mesela 65'ten 70%'e kadar qeyri-fars xalqlardılar. Siz düşünün, biz zehnində bir düşünün ki, əgərsə bu xalqlar öz mücadelesini o kadar genişdirsinlər ki, biz sabahları İran rejiminin dəyişikliğində müəssis məclislərinə gedəndə biz 40%'in səsini alaq, rəyin alaq. Kürtlər öz rəylərin, filan başqa xalqlar öz rəylərin, farslar da öz rəylərini alsınlar. O müəssis məclisdə biz 65-70% olan 51%'i gətirsək orada federalizmi keçidə bilməyəcəyik mi? Yani dikkat edin, o Farslar ister istemez, dikkat edin burasına, Fars merkez ister istemez, istemesi mühim değil. Yani ikinci derecede mühimdir. Birinci derecede bizim halkımızın iradesi mühimdir ki, sabahları seçimde, bugün meydanı mücadelede, sabah rejim değişiğinde, müessis mecliste bizim sayımızın olması, çok olması önemlidir. Halkımızın səsini kazanırsa, Kürtlər öz xalqının səsini kazanırlar, Bəluçlar və Ərəblər kazanırlar, müessis məclislərdə bizim en azı %60 səsimiz var. Yani biz rahatça milli federalizm ve demokratik bir federalizmi esas İran'ın esas anayasasında geçirmemiz çok suiçim olur. Ona göre Farsların verip vermesi, deyip demesi bir fərqi var. Güc alırsa xalqımızdan alacağıq hakkımızı. Farslar qəbul edirsələrsə rahat geçim, bu alışma rahat olacak. Ama mukavimət göstərirsələr ama alınacak biraz çətinlik olacak. Bir şey diyeyim size. Bakın bu arena, İran arenasında dedik ki diğer o %70 değiller qeyri-farslı, diğer %65 qeyri-farslı. Bu %65'in yani sen, yani her bir mesela Türk harekatı, Kürt harekatı, Bəluçların, Ərəblərin öz bölgelerin ve öz xalqların zehniyyətin, fikrin, kamuoyun kazansalarsa Fars toplumu gücü kalmayacak ki onun qabağında müqavimət etsin. Bu siyasetin gedişatıdır. Ona göre ben her zaman deyirəm, təbii ki biz mücadilə və mübarizə verməliyik. İran hakimiyyətindən ciddice ve Fars toplumunda bu yani ırgıçı, şovinisti düşünceye karşı mücadele verməliyik. Ama her zatdan önemlisi halkımızın marifleşmesi bu konuda. Halkımızın milli harekata yakınlaşması, milli medeni haklarını qəbul etmesi ve orada çaba göstermesi ve o esasda organize olması bizim 1-2-3 partiyle formalaşması ve gelecekte ciddice hem Azerbaycan'da ve hem Tehran'da rol oynaması esasında hallar əldə olur. Aha. Oktay Bey, siz necə düşünürsünüz? Azərbaycan milli hərəkat sazmanları, milli birlikləri, yəni ki, işbirliyi birgə ortaya qoya bilirlərmi, yoxsa həmişə belə çəkişmələrlə mi yenə də ki, nəticəsiz qalır məsələlərin təhlili? Bu bir önceki sualınıza da belə cevap vermek isterdim da. Azerbaycan toplumu, Güney Azerbaycan milli toplumu ve milli harekata insaflı birçok partisi de hatta merkezden ümidin kəsibdir. Yani siz deyirsiniz ki Tehran'da olanlara biz necə yanaşabildik, necə onlarla işbirliği yapabildik. Bunu dediğim kimi, bir önceki sözlerimde dediğim kimi bu imtihan eləmiş bunu daha önce. Başarısızlıkla olduğu için bir daha denemek istəmir. Milli hərəkət denemek istəmir. Bu benim sözüm değil.
milli hərəkət denemek istemiyor. Bunu zaman zaman da öz aksiyalar ve reaksiyalarına gösterir. Yunus Bey'in dediği biraz çətin olar dedi orada biz bir araya gelsek. Ben bunu böyle diyeyim, biraz çətin değil, belki çok çətin olar bir araya geldiğimiz. Yani bu toplumları saydıkça bazı şeyler benim gözümde təsvir olur. Merkezdeki şu an indi hükümet sahibi olanlar ve bundan öncekiler veya bizim çevremizde yaşayan farklı etmişler bizim başımıza neler getiripler bunu bir düşünmekte bence fayda var. Yani bugün İran'ın merkezindeki olanlar veya bunun opozisyonunda olanlar bence Yunus Bey'le aynı düşünceye sahip değiller. Yani aynı düşünceyi paylaşmıyorlar. Yani biz bir araya gelek, önce vilayet fəqiyi ortadan kaldıraq, sonra biz bir araya gelek, bir məclis quraq, o məclisdə öz haqlarımızı paylaşaq. Bence bu çok olabilecek, yani realiteye yakın olabilecek bir şey değil. Yani siz onu demeye çalışırsınız ki xaricdə yaşayan milli fəallar, milli hərəkət fəalları yani çok mu lənk çalışır? Yani Azərbaycan, Güney Azərbaycan xalqının milli sərnəveştinin necə deyim, mübarizə aparaq əldə etməsi istiqamətində çox mu lənk çalışır, yoxsa nə deməyə çalışdınız? Lənk çalışından məqsədiniz nə olduğunu anlamadım ama bu günlərimizi güneydə geçirilən, yani xaricdə yaşayan dostlarımız bir tarafa, güneydə geçirilən hərəkət tam doğru yöndədir. Tam doğru yöndədir. Ölkə daxilindən söhbət gedir. Yəni ki, mən xaricdə yaşayan milli fəalları nəzərdə tuturdum ki, hansı istiqamətdə hərəkət edirlər və bu qane edicidirmi onların atdığı addımlar? Bakın xaricdə yaşayan milli faallarımız tabii ki her birinin farklı bir düşüncesi olabilir. Ayrı-ayrı biz ehtiram koymak məcburiyyətindəyik. Ama bu günlərimizi dediğim gibi içeride faaliyetin yönü tam net gösterilir. Net. Yani bunun hiç tartışmaya açık değil. Bu günlərimizi zaman zaman aksiyasıyla, zaman zaman reaksiyasıyla özünün mərkəzdən qopduğunu net bir şəkildə bizim gözümüzün önündə təsvir edir. Mən bunu belə düşünürəm ki, qısa bir süre içerisinde İran'da olan değişikliklərdə də net bir şəkildə yani mərkəzlə herhangi bir müvazi ve paralel bir işbirliği içerisinde olmayacağını bize gösterəcək. Aydındır. Yunus Bey, size bir belə sual vereceğim. Ben bir daha sual buradan icazə verirseniz. Düşünürəm ki bizim Oktay Bey'imiz yani istiqlaliyyət düşüncəsi bazasında olarak danışırlar, belə çıxır, aydın olmur danışıqları ama eğerse bunu aydınca desələr ki Azərbaycanda gedən hərəkat istiqlaliyyətdən sonra başka yolu yoktu, ben onda bilərəm ki ne demeliyim ama onu demirlər ama bir dolayısıyla onu izah edirlər, biraz daha aydın olur. Ona göre ben bu izahı istedim verim. Buyurun. Aha, belə deyim, məlum məsələdir ki, zaten Güney Azərbaycanda, İranda milli fəallara qarşı baskılar var. Demək olar ki, enti olaraq biz hər gün həbs xəbərləri veririk. Bəs bu təzahüratlardan sonra bu daha da aktivləşəcəkmi? Hansı ki, artıq toplumun çoxu ayağa qalxdı, milli şüarlar səsləndirərək. Yəni, bunlar daha da çoxalacaqmı? Həbs xəbərləri, tutuqlanmalar və yaxud da müxtəlif cəzalar? Bakın ben diyeyim size ki bu mücadele yani milli mücadele, Türklerin milli mücadelesi İran'da ve Güney Azerbaycan'da bir çok mürekkep bir hareket, çok geniş bir hareket, çok uzun müddet bir harekettir. Yani bu kısa zamanda bunun sonuçlanması bu manada yani böyle yani olmayacaktır. Elbette siyaseti bilmeyi olmaz. Görürsen Sovyetler çok süratle bence dağıldı. Yani bunu bilmek olmaz şey siyasi değişiklikler İran'da nece olacak. Ama bu hakimiyet bizim varımızdı. Ben bir karanlık yani mürekkep ve karanlık bir noktada var bizim. Yani bu İran'da siyasi sahada onu yani yalnız karanlıklı olmak için değil bizim yani bize aydın olmak için stratejik adımlar götürmek için bizim faallarımız bunu
dərindən bilmək üçün ki, bir uzun müddət mücadiləyə biz qatılırıq. Təbii ki, onun içində həbs olacaq, baskı olacaq, o zindan olacaq, hətta ölüm olacaq. Necə ki, indiyəcən olmuşdur. Yəni, bu devam edəcək hərəkət qazanana qədər. Hərəkətin qazanmasına bir geniş bir strateji çəkili olmaq lazımdır. Bizim aydınlarımız, siyasilərimiz, partiyalarımız xüsusən bu siyasəti, bu stratejini çəkməlidirlər və gedən yolu bu məqsədə çatmaq üçün onu aydınlaşdırmalıdır. Amma bir söz deyim sizə, burası biraz o dediyim o qaranlıq və mürəkkəb nöqtəsi budur. İranda indi bu saat bir dini bir hakimiyyət var. Bu dini hakimiyyəti qeyri-dini hakimiyyətlərlə mücadilədə biraz fərqlidir. Yəni, zorluq və çətinlik doğrudan var. Dincilik yəni onun üstündə var. İnsanların inamı ilə oynama, ondan istifadə etmə, istifadə etmə söz konusudur. Yəni, mücadilə daha çətindir. Əgərsə İranda bir qeyri-dini hakimiyyət olsaydı. Məsələn, baxın, Şah rejiminə bir il mücadilənin içində aşırıldı, getdi. Amma bunlar, baxın, baskı İran rejiminin, məsələn, keçən sekuler rejiminə, Şah rejimindən qiyas olunamazdır. Yəni, heç bir istibdadi rejiminə qiyas olunmaz bir şeydir. Ona görə baskı çox olacaq. Bir daha da başqa xarici açıdan, yəni biraz İrandan çıxıb, eşiyə çıxıb, eşikdə bir qapsayıcı beynəlxalq alanda siyasətə baxanda İranla Rusiya bir cibhədə dayanırlar. Baxın, görürüz, Suriye'də nə oyunlar, bir kiçik bir ölkədə necə dünya orada savaşdıysa, Rusiya dayandı Bəşar Əsədin arxasında və İranla saxladılar. İndi İran 80 milyonluq bir balaca ölkəydi Rusiya saxladı. İran 80 milyonluq bir ölkədir. Yəni Rusiya bu rahatlıqda onu buraxmaz. Bir də bu aydındır ki, İranda gedən hərəkatın mahiyyəti sekuler və Avropaya yönəlik bir düşüncə, yəni liberal, demokrat bir düşüncəsi əsasında mücadilə gedir. Həm xalqların mücadiləsi və həm mərkəzdəki mücadilə. Yəni İranın gələcək hakimiyyəti beynəlxalq alanda stratejik çizimdə Avropa və Amerikanı dostluq səviyyəsində seçəcək Rusiya ilə Çinin qarşısında. Bu aydındır. Ona görə Rusiya daha çox bu yardımı İran rejiminə yardım edəcəkdir. Başqa alanlar da vardı ki, onu burada indi danışma olmaz. Amma deyim ki, yeri gələndə bir dünya siyasəti və İranın durumuna bir baxmaq olar, o başqa uzun bir konudur. Amma yəni mücadilə mürəkkəb və əlbəttə bu arada həbslər, problemlər, sıxıntılar hamısı olacaq əlbəttə. Aha. Xüsusən də son zamanlar, elə bayaq da mən xəbərlərini, quzarışını təqdim etdik. Azərbaycanlı fəalların evlərinə baskılar edilir, onları tuturlar. Bu nədən qaynaqlanır? Yəni bunu təzahüratlarda şirkət etmələri ilə də əlaqələndirmək olarmı? Əlbəttə ki, bugün indi çıxar, eşikdə çıx, məsələn bu iştirakçılar və etirazlarda, Urumiyyədə, yəni Təbrizdə çox biraz şiddətli çatışmalar oldu, yəni əmniyyət gücləri ilə xalq arasında, yəni ondan sonra Urumiyyədə geniş bir yığıntı, təzahürat, Təbrizdən himayət və çox olumlu, gözəl şüarlar verdilər və ələl-xüsus Urumiyyədə bu təzahüratın və etirazların meydana çıxması, Türk xalqının Urumiyyəyə sahib çıxması mənasında da göstərir. Orası da çox önəmlidir Urumiyyədə meydana çıxması. Yəni bizim üçün Urumiyyədə də bir sıxıntılarımızdır Kürtlərlə falan. O da o baxımdan, yəni bəzi Kürt partiyaların bəzi qeyri-demokratik istəklərinə rabitədə onu çox gözəl oldu Urumiyyədə meydana çıxmaları və himayətə təbii ki, İran rejimi Türk hərəkatının aktivistlərinə iki yöndən, yəni mərkəzdəki yöndə yalnız müxalifət kimin baxır? Amma İranın bu qeyri-fars xalqlarının mücadiləsinə iki yöndən baskı altına qoymaq istəyir. Bir siyasi mücadilədə hakimiyyət, yəni istibdadı meydandan götürmə, bir də milli haqlarını ortaya qoymaq üçün. Onlar əsasən hakimiyyət, mərkəz İranın xalqlarının, qeyri-fars xalqlarının milli haqlarına ciddicə qarşıdır. Ona görə ciddiyyət və sıxıntı və baskı qeyri-fars xalqların bölgələrində daha çox olmalıdır və bu da göstərir, bu hərəkətlərə göstərir ki, o sıxıntı çoxdur. Aha. Siz necə düşünürsünüz bəs Oqtay bəy? Yəni ki, etiraz aksiyaları demək olar ki, İranın bir çox şəhərlərində
keçirilir. Amma buna rəğmən Fars bölgələrində yaşayan insanlardan çox Azərbaycan bölgələrində yaşayan insanlara daha çox həmlə edilir. Bu ayrı seçkiliyin yəni səbəbi nədir? Yəni ki, təzahürat hal-hazırda ümumidir. Doğrudur. Təzahürat toplumun bütün sınıflarından təzahürat var İranın bütün nöqtələrində. Hərəkətin öncülləri, liderləri və ya tanınmış insanları nədən tuturlar deyə sualımız buysa əgər, məncə bunun tək bir nədəni var. O da bugünkü Azərbaycanda güclü olan və faal olan, yön verə biləcək olan sadəcə Azərbaycan Milli Hərəkəti var və ona müntəsib olan insanlar var. O yüzden o insanları yaxalayırlar ki, bugünkü olan etirazlar, yəni bir deyim var bizdə, qara millətin etirazına yön verə biləcək. İnsanları bir an öncə yaxalayırlar ki, yönlənməsin. Yolundan çəkilsin. Belə düşünürəm mən. Mən təzahüratlarla bağlı təkrar suala qayıdacağam. Beynəlmiləl səviyyədə ölkədəki bu xaotik duruma vakoneşlər, müxtəlif əksüləmələr gəlir, vakoneşlər var, xəbərdarlıqlar var. Bunlar sözdədir, yoxsa ki, əməl olaraq da hər hansı bir addım atılacaqmı? İran hakimiyyətinə qarşı fişarlar davam edəcəkmi? Yəni, yeni təhrimləri nəzərdə tutaq ki, hansı ki, ölkə daxilində təhrimlərin yatırılması, ölkə daxilində təzahüratların yatırılması üçün və yaxud da xalqın tələblərinə hakimiyyətin müsbət cavab verməsi üçün. Yunus bəy, buyurun, eşidirik sizi. Gözəl sualdır və buna diqqətlə yersə baxırsaq, belə olur ki, yəni, heç düşünmürəm ki, xalqların istəkləri yönündə xarici, yəni beynəlxalqi güclər olumlu və əməli bir işlər görsünlər. Sözdə əlbəttə ki, indi etirazlar var, o yandan bu yandan etiraz edirlər və bəzi sözlərdə, məsələn, söz çıxmışdı ki, interneti məsələn açsınlar, indi ki, bunlar interneti bağlayıblar, amma bu sayədə bir iş görülmədi. Biraz o baxımdan mən yəni ümidim yoxdur. İllət də var ümidimin olmamasına. İranda, yəni Amerikanın iradəsi İran rejiminin dəyişilməsi deyildir. Baxmayaraq ki, Trump'ın baskı siyasətləri və ya bu yaptırımlar, təhrimlər falan çox ciddidir. Yəni siyasətə çox iqtisadi cəhətdən yöndən baxmaq istəyir və onun yəni onda iradəyə ki, yəni daha sıxıntılar bundan altını görmürəm və hətta İranda, yəni Avropanın ki, belə bir siyasəti yox, amma Amerikanın da İranın rejim dəyişmə siyasəti yoxdur. İllət də təcrübəsi ki, İraqda, Suriye'də, Əfqanistanda təcrübəsidir. O da bu ki, İranda bu rejim gedirsə siyasi otorite yoxdur. Yəni bir partiya, iki partiya, 5 partiya toplumu organize etsinlər, mərkəzdə organize etsinlər, çevrədə organize etsinlər. Məsələn, bizim öz bölgəmizdə, yəni öz xalqımıza artıq partiyaları, bir otoritəsiz partiya varımızdır məsələn Türklərin. Və otoritəsiz də, yəni 5-3 dənə üzvü ondan iş olmaz. Yəni, yalnız Kürdlərin bölgəsində partiyalar, güclü partiyalar, yəni xalq arasında yaygın bir güclər var, amma başqa mərkəzdə də yox. Ona görə mərkəzdə olmayınca dəqiq bu Səddam Hüseyn gedəndə bir hakimiyyət qurdular, yəni yığdılar bir siyasi müxalifləri, bir dövlət qurdular. Bu dövləti xalq tanımırdı, xalq yanında etibarı yox idi, kimsə də onları dinləmirdi. Baxdıq gördük 5-3 gündən sonra Daesh hakimiyyətini qurmuşdu Əraqın başqa bölgələrində. Ona görə yəni çox ehtiyatlıdırlar Əfqanistanda, bu şeydə belə oldu, Libyədə belə bir vəziyyət oldu. Çünki istibdad, siyasi istibdad qoymamışdı partiyalar güclənsinlər, azadlıq yox idi filan. O baxımdan partiyalar və siyasi şəxsiyyətlərin otoritəsinin, zəif siyasi otoritəsinin olmaması, yəni toplumda dağınıqlıq, yəni otoritənin olması kim kimə nə iş görürsə, ona görə çox zəif bir, yəni düşünür ki, belə bir şey yoxdur. Yəni İran rejiminin dəyişməsinə bir beynəlxalq alanda iradə yoxdur. Bir tərəfdən də Rusiya ilə Çinin himayəsi İran hakimiyyətindən göstərir ki, bu çaba yoxdur. Amma bu o demək deyil ki, İran rejimi dəyişilməz. Amma İran rejiminin dəyişilməsi İran içində olan bir işdir, amma mürəkkəb bir işdir ki, onu başqa konuda, başqa zaman danışmaq olar biraz geniş var. Oktay bəy, İran rejimi bu təzahüratlara hazır idi mi? Bilirdimi ki, daxildə belə bir çəkişmələr və xalqın ayaqlanması baş verəcək?
çox hazırlıqsız yaxalandı məncə bu təzahüratlara. Əlbəttə, bunu da göz önündə almalıydı ki, İranda dediyim kimi ekonomi durumu çox kötüdür. Son 5 ildə İranın para dəyəri, pul dəyəri 5 qat düşüb dəyəri düşüb. İnsanların gəlir mənbələri çox azalır. Tək bir sözlə bıçaq sümüyə dayanıbdır. O yüzden belə bir hərəkət eləməsi, yəni bir gecədə öncədən xəbər vermədən benzinin qiymətini yüksəltməsi məncə bir siyasi intihar idi. Hətta siyasi intihar və ya siyasi xodkoşu deyim. Bir gecədə bu işlərin olması, biraz mən düşünürəm ki, bu protestolar devam etsə, bəlkə İranda kabinədə və ya bəlkə daha da devam etsə, biraz erken seçim de söz konusu olabilir. Demək, məclis nümayəndələrinin də bir çoxu qiymətlərin bahalaşmasının aradan qaldırılmasına dair imza topladılar. Bildiyim qədərilə 28 nümayəndə öz imzasını atdı. Amma məclis nümayəndələrinin bir çoxu da istifaya gedəcəyinə dair açıqlamalar verdi. Yəni bu onu mu göstərir ki, ölkə məclisinin ölkədə heç bir funksiyası yoxdur, sadəcə yapmacıq bir orqan kimi fəaliyyət göstərir və heç bir millət vəkilinin istəyinə, tələbinə, qanun layihəsinin icrasına necə deyim, önəm verilmir. Bu aslında elədir tam. Yani bu kararın alınması için İran'da 3 qüvvənin başı bir araya gelmiş. Meclis tarafından meclis başkanı bu kararın altına imza atıp. Yani belə bir qanunsuz hərəkət dünyanın heç bir yerinde görünmür. Meclis başkanı bütün məclisdə olan nümayəndələr tərəfindən heç bir sözləşmənin, heç bir şeyin altına məncə imza atabilməz yəni. Orada heçə sayılır tüm nümayəndələr, bütün şəhərlərin nümayəndələri. Bunun tabii ki arasında indiyə qədər bir neçəsi istifa verib, bir neçəsi imza toplayıblar. Biz də yaxından təqib edirik. Bir də ki, Yunis bəy, bu təzahüratlarla bağlı Xameneyi heç bir fikir səsləndirmir, səssiz dayanır, hətta deyək ki, qiymət bahalaşmasını himayət edir. Bu hara kimi davam edəcək? Yox, səslənməsi vardır. Xameneyi dünən danışıb və bu hərəkatın, yəni bu qərarın arxasında durmasını göstəribdir. Bəli, himayət etdi. Və himayət edibdir və hətta bu yani etirazçıları da bir Farsça əşrar ne diyeyim yani adlandırıbdı və bilirsiniz yani bu kararın arxasında dikkat edirsiniz mesela soruşur ki deyir ki yani memlekette 3 gücün başkanı mesela meclis başkanı Qüvvə-i Qəzai başkanı ve sonra devlet əsasən o güclərin dəxli yoxdur siyaset. Yəni məclis başkanı, yəni məclis başkanı nə demək? Yəni məclis başkanı öz-özünə bir qərar verici bir orqan mı? Ya məsələn Qüvvə-i Qəzai başkanı bir yəni qərar verici bir şey deyil. Yəni bu əsasən yəni hüquqdan xaric bir siyaset götürülür amma məncə bu benzinin qiymətinin bahalaşması İran'a karşı yaptırımlar, təhrimlərin əsasında dayanır. Gerçekten pul yani meselesi İran devletinin bütçesinde sıkıntılar, güçlü sıkıntılar var ve bu esasda bunun bağlanması İran'ın devletinde boşluk, yani bütçelerin boşluklarını doldurmasına bir siyaset götürdü. Yani diyemem ki bir çetinlik ve zorluluk esasında bu karar alınıbdı. Yoksa yani orada deli değiller ki yani bir karar versinler ki burada büyük geniş memlekette elə etirazlar olsun ki, hətta hakimiyyətin olmasını sual altına aparsın. Buna görə mən düşünürəm ki, o qərar bir gerçəkçi, yəni rejim cəhətindən bir gerçəkçi qərardır ki, rejim həyatına devam edebilsin, amma onun qarşısında bildiyiniz kimi toplumun yoxsul kəsiminin yəni ən gücəyinə, yəni dözümünə ən sonunda damla kimin damdı və sıçradı və belə geniş etiraz toplumda meydana qoydu. Belə sual qoyum onda, yəni ki, hökumət öz daxildəki qurtuluşunu xalqın cibini talamaqla mı qurtarmağa çalışır?
mütləq bu soru, yəni düz cavab bəlidir bu sözə. Yəni başqa çarə olmadığı zaman ümumiyyətlə qiymət artırma bu ölkələrdə, yəni qiymət artırma yalnız büdcənin açıqların doldurma və o əskiklərin yerini doldurmadan sonra başqa bir izahı ola bilməz. Bir tərəfdən də İran rejiminin yalnız büdcə baxımından deyil, İran içində ehtiyacları deyildir. Yəni baxarsan özünə bir ordu düzəltmiş Lübnanda, bir ordu düzəltmiş Filistin'də, bir orduyla Suriye'de savaşırdı orada Bəşar Əsədin yanında. Yemen'de böyük bir geniş vasitede yardım bulunur. Dünyanın her yerinde yani Amerika ile çatışmalarını İran'dan hariç dünyanın her yerinde məşğuldur. Ona görə bu vasitede yalnız İran'ın iç ehtiyacları değil, dış ehtiyacları da istibdadını, yani İran Molla rejiminin dış ehtiyacları da bu siyasetin meydana gəlməsində əlbəttə ki, ciddi rolu vardır. Dəyərli izləyici, bir diqqətinizə çatdıraq ki, dəyərli qarşınasımız Oqtay Vəlizadənin bizimlə internet bağlantısı kəsildi. Yenidən onunla görüşmək ümidi ilə deyirik və Yunis bəylə diskusiyamızı davam elətdiririk. Yunis bəy, bir tərəfdən də ölkədəki bu daxili çəkişmələr, insanların ayaqlanması, etiraz səsini yüksəltməsi bu kimi amillərin dəxaləti hökumət, dövlət xariclə əlaqələndirir. Güya ki, xaric millətin ayaqlanması üçün bir vasitədir. Bu barədə nə deyə bilərsiniz? Niyə hər zaman belə hallar yaşandıqda mütləq şəkildə xarici ölkələrin, xarici dövlətlərin boynuna yıxmağa çalışır rejim öz günahını? Ümumiyyətlə istibdadi ölkələrdə və diktatorluqda yəni belə etirazları yəni ümumiyyətlə yəni bir ifşa olmuş bir siyasət kimi etirazçıları xaricə bağlayanlar, xarici qüvvələrə, xarici dövlətlərə filanlara. Yəni bu bir tərəfdən onun onların qarşısına baskı yapmaq və onları tapdalamaq üçün, bir tərəfdən rejim yanlılarını qandırmaq üçün ki, onları edə bilsin, rejim yanında dursunlar və ya lazım gələndə meydana çıxsınlar, ya rejim yanlılarını əldən verməsin, yəni zəifləməsin deyə bu siyasəti, yəni xaricdən gəlir, xaricdən körüklənir və ya xaricdən yardım olur deyə meydana atırlar. Bu istibdadi hakimiyyətlər hər zaman olmuşdur. Yəni şah da gedəndə bu etirazçıları, yəni milyon etirazçıları xarici dövlətlərinə bağlırdı. İndi də bunlar hər bir etirazı xaricə bağlayırlar. Məncə hər kəs İranda bilir ki, bu yalnız bir ifşa olunmuş köhnə bir siyasətdir. Amma bir funksiyası var kəsin. O da yəni İran rejiminə inananları qandıra bilir ki, güya İran müxalifləri, məsələn Amerika ya İsrail ya Avrupa məsələn bunları dəstəkləmiş və meydana çəkmişdir. Bunu yalnız gerçək meydanda bu hərəkatın genişməsi vasitəsilə və siyasətin və etirazların genişlikcə o kəsimlər ki buna inanırlar, rejimə inanırlar, o kəsimlər gündə insanları meydanda gördükcə, onlarla əlaqədə olduqca bu siyasət və ya bu yəni düşüncə zəiflir və aradan gedir. Amma bastırıla bilirsə yenə də təəssüflə bu köhnə siyasətdən etirazlara qarşı istifadə olur. Demək, biz gün ərzində etirazlara dair video görüntülər təqdim edirik və burada təəssüflər olsun ki, əmniyyət qüvvələrinin xalqla çox vəhşicə hərəkətləri özünü göstərir. Bu, yəni ki, müxtəlif üsullarla xalqın səsini batırmağa çalışırlar. Hətta beynəlxalq əfv sazmanı da nə qədər insanın öldürüldüyünə dair, 106 nəfərin öldürüldüyünə dair quzarış yaydı. Bu vəhşiliyi törətməklə, insanların gözünü qorxutmaqla, onların iradəsini sındırmağa mı çalışırlar? Sualdır mənim üçün. Bəli, Yunis bəy, sizə ünvanladım. Bəli. Əlbəttə ki, yəni baxın, şiddətin istifadə olması etirazçıların qarşısında inanılmaz dərəcə və hətta qeyri-mütarif səviyyədədir. Yəni normal olaraq biz normal vətəndaşla etiraz etmək və ona qarşı durmaq, onu evinə göndərmək, amma İranda elə deyil. İranda yəni
genişliksə hərəkat, yəni etirazlar genişlikcə şiddət çoxalır. Yəni indi bütün bu gün bir xəbər oxurdum, İrandan gəlmişlər. Əlbəttə bunlar hələ yəni təsdiq olmayıb, amma bir yaxın insanımızın dostu yəni göndərib görüb. Yəni insanlara bu şey var, Şəhriyar şəhəri var, Tehranın yanında, Türk şəhəri deyil. Yəni bilirsiniz, Tehranın civarında olan Türk şəhərlər, yəni Tehrana yaxın, yəni Tehranla bağlıdırlar. Şəhriyar orada çox şiddətlə olubdur. Onların baş deyək şəhər məsulü, icra məsulü deyək, onu telefon danışığın bu Sipahla da, Sipah vasıtalarla danışanda telefon danışığın yazıblar. Kömək istəyir, kömək gəlir, insanlar gəlir, yəni bu bələdiyyəni alacaqlar deyə. Oradan deyirlər ki, sivil paltarda da, yəni polisə sivil paltarda olanlar vardılar, onlardan istifadə edeyim. O şəhər başçısı deyir ki, olmaz, sivillə olmaz, yəni güc lazımdır, meydanda olsun filan, göstərilsin. Yoxdur yəni yardım. Yəni ondan sonra dünən bu xəbəri bu gün gəldi oxumuş ki, yəni insanlar ki ölüblər, 60 dənə ölü oradan yazmışdılar ki, yəni xəstəxanadan raporlara görə bu insanları yaxından gülləni vurublar. Yəni yaxından başlarına gülləni vurublar. Bəziləri ki, məsələn, güllə başdan dəyib, gözdən, üzdən filan, yəni çox fəci vəziyyətdə insanları vurur. Yəni qorxularda, yəni bunların baskı şiddətini bir normal istibdadi rejim ilə də qiyas olunmaz. Çünki bunlar yəni dini inanclar, dinçi bir hakimiyyət, məsələn bunlar yəni öz baskıcı qüvvələrə bunlar kafirdirlər deyə gedirik qarşılarına çıxardırlar və kafirə nə müamilə edirlər? Müamilələri öldürmə. Ona görə rahatca şiddətin qeyri-mütarif formasında vurmalar, sındırmalar, qol sındırmalar, güc sındırmalar meydanda, ondan sonra əgər lazım gəlsə güllə ilə başlarına vurur ki, indi 2 dənə rapor bugün səhər oxumuşam ki, biri bu İslam şəhərdir bir adı, biri də Şəhriyardır. Onlar ikisi də Türk bölgələrində, Tehranın civarında olan Türk şəhərlərdirlər. Onların içində direkt cəmaətə güllə açılıbdır. Aha, aydındır. Yunis bəy, sonda sizin daha bir fikrinizi almaq istəyirik. Bilirik ki, Azərbaycanlılarımız, soydaşlarımız çox ağır bir dönəmdədirlər. Çox ağır günlər yaşayırlar. İstər ölkədəki bu təzahüratlar səbəbindən, iqtisadi səbəblərindən, istər milli düşüncələrinə görə ağır baskılar altındadılar. Bir siyasi fəal kimi xalqımıza ötürmək istədiyiniz mesaj varsa, söyləmək istədiyiniz fikirlər, tövsiyələr varsa, buyurun NT vasitəsilə çatdırın. Teşekkür ederim. Yalnız bir şuar sahəsində bəzi cümlələr demək istərəm. Təbii ki. Baxın, şuarlarımız, əvvələn şuarlarımız Azərbaycanda və Türk şəhər və kəndlərində yəni mütləq və mütləq türkçə olmalıdır. Yəni fars şuarlardan uzaq gezməlidir. Hətta baxıram, görürəm bəzi yerdə məsələn şuar, yəni bir şərəf sözünü işlədirlər. Türkçüsü onun şərəfsiz olur. Amma məncə baxın bu baskı güclərinə qarşı olumlu şuarlar meydanda olmalıdır. Yəni şuarlar elə olmalıdır ki, baskıcı qüvvəni şəxsən yəni müqavimət göstərməyə çəksin. Məsələn, əhanətli söz ona deyilsin. Yəni bizim xalqımızın problemləri o meydanda olan polislər və ya baskı qüvvələri deyildir. Onlar özləri də istər-istəməz bir türlü qurbanıdırlar bu istibdadi hakimiyyətə. Ona görə onlara ümumiyyətlə şuarlar, yəni bir sivil şuarlar, onları cəlb etsin deyə şuarlar, onları daha çox şiddət istifadə etməsinlər deyə formada şuarların formalaşması daha yaxşıdır. Yəni, məsələn, bəzi yerdə şuar verdilər, məsələn, Pastar qardaş, bizə qarış, məsələn, qarış bizə, yəni qarşı durma. Nə şuar verəcəklər, orada dostlarımız, aktivistlər özləri formalaşdırarlar. Amma model və ya metod olaraq şuarlar gərək cəlbedici, yəni cəlbedici olsun, sempatik olsun. Yəni yalnız o meydanda insanları ki, onlar baskıcı gəlibdir, sipahati ya hər kimdir meydanda durub bunların qarşısında, onları şəxsi cəhətdən incitməməli şuarlar. Yəni bu şərəfsiz sözü hər insanı küçədə hər kimə desən,
onu incidib reaksiya verir. Yəni şəxsi reaksiya. Yəni bu baskıda şəxsi reaksiyanı da o baskının üstünə artırmamaq lazımdır, bu sözü demək istəyirəm. Ona görə şüarlar da onların qarşısında olumlu biraz olmaq lazımdır. Bir tərəfdən də bu şüarlar onların qarşısında biraz yumuşaq və cəlb edici olması yalnız onları, yəni baskı güclərini zəiflətmə və ya onları şiddətin azaltma söz konusu deyil. Amma o şüarlara dinləyən başqa insanlarımız toplumda daha fəzanı biraz yumuşaq görməkdə bu hərəkətə qarışmaları söz konusu. Yəni bu şüarın içində, cəmaətin şüar verməsinin içində yəni bir tərəf, yəni rejimə və ya rejimin yanlarına bir söz yetirir, amma eyni halda müxaliflərə, başqa insanlarımıza toplumda bir mesaj göndərir ki, bu mesajda onları da cəlb edir. Artmalıyıq, sayımız artdıkça baskı gücü azalacaqdır. Çünki sayı az olduqca əlbəttə ki, baskı şiddətlə olacaq. Tam bunu bastırsın ki, başqa cəmaət onlara qarışmasın. Ona görə bu baxımdan olumlu şüarlar çox önəmlidir. İndiyə qədər bu hərəkətdə görmədim, amma bizim qabaqçı fəallar, ya qabaqçı şeylərdə bəzi şüarlar verilir ki, yaxşı şüar görmürəm. Çox olumlu, cəlb edici, sempatik, yəni yalnız bizim xalqimizi cəlb edən, yox, başqa xalqləri də cəlb edici bir dayanışma şüarları, dayanışma dediyində, yəni həmbəstəlik, həmrəylik o biz başqa xalqlərlə. Çünki bu toplum, bir də burada İranda bir söz var, bir məsələ var. Budur ki, siyasi güclər, xalqların siyasi gücləri bir araya gəlməyincə ciddicə İran rejimini etki buraxmaq və ya onu arxaya oturmaq və ya onu dəyişmək imkansız olur. Ona görə xalqların İranda bir-biri ilə bir dayanışma və hərəkatında olmaları ciddicə təsiri vardır. Ona görə şüarlar pozitiv cəhətdən əlbəttə rejimə qarşı, istibdada qarşı olmalı lazımdır, amma çox o cəlb edici yönləri bizim üçün daha önəmlidir və türkcə olması daha çox yönlü və çox əhəmiyyətli bizim üçün. Onu demək istərdim. Ondan sonra başqa türlü, məsələn şüarlarımızda negativ şeylər verilir başqa, məsələn şüarlarda. Ən son traktör oyununda bir şüar çıxartmışdılar. Ya Yugoslavi, ya Çekoslovaki. Çox yanlış, təhdid edici bir şüar kimi, məsələn ki, ya ayıraq Azərbaycanı, bölək Azərbaycanı ya da gəlir Yugoslavi kimi savaşaq deyə çox yanlış bir şiddətli, yəni bir xalqın bir demokratik bir hərəkatının tərəfindən belə bir şüar İran rejimi kimi baskıcı qüvvəni təhdid etmə və hətta bizim xalqimizə qarşı antipati və ziddiyyət yaradan bir şüardır. Yəni hər kəs görür daha bunlar bura ayırmaq istəyirlər, bölücü bir şüarlar verirlər və hətta Yugoslavi deyə ona dəvət edirlər. Ona görə tövsiyəm yalnız bizim aktivistlərimizə budur ki, şüar seçəndə çox diqqətli olmamız lazımdır. Müsbət, olumlu, verimli və cəlb edici, sempatik olmasına diqqət yetirmək lazımdır. Bu qədər şeylər yetər, sonra yine başqa proqramlarda danışa bilərik. Aydındır. Yunis bəy, biz sizə çox təşəkkür edirik. Ətraflı və dolğun fikir mübadiləsi apardığınız üçün. Çox sağ olun, minnətdarıq sizə. Mən də təşəkkür edirəm, vaxtı mənə verməyiniz üçün. Mən də sizdən minnətdarım, sizə minnətdarım və təşəkkür televizyon. Buyurun, çox sağ olun. Dəyərli izləyicilər, bir daha diqqətinizə çatdıraq ki, bizimlə canlı bağlantıda siyasi fəal Yunis Şamli idi. Onu da diqqətinizə çatdıraq ki, qarşınaşların səsləndirdiyi fikirlər öz şəxsi fikirlərdir və bizim televizyonumuzun ambisiyalarını və fikirlərinə əks etdirmir. Bu arada diqqətinizə çatdıraq ki, millətimizin çətin günlərində olduğunu nəzərə alaraq sizin haqq səsinizə səs vermək üçün ENT artıq bir neçə günlük canlı yayımdadır. Azərbaycanımızda baş verən təzahüratlarla bağlı ən son xəbərləri millətimizlə paylaşmaq üçün ENT olaraq xəbər qrupumuzla birgə yeni qaydalarla qulluğunuzdayıq. Tribunumuz bütün Azərbaycanlıların üzünə açıqdır. Bizim canlı yayımıza bağlanaraq öz fikirlərinizi səsləndirin. Bundan başqa ətrafınızda baş verən hadisələrlə bağlı əmniyyətinizi qorumaq şərti ilə video görüntülər çəkib bizə göndərə bilərsiniz. Bunun üçün ekranda qeyd edilən WhatsApp, Telegram və telefon nömrəmizlə irtibat qura bilərsiniz. Bir daha qeyd edək ki, millətin səsi olmağa çalışan ENT
var gücü ilə xidmətinizdədir. Əziz izləyicilər, onu da deyək ki, Azərbaycanımızın Təbriz, Ərdəbil, Urmuz, Zəncan, Həmədan, Qəzvin və bir çox şəhərlərindən bizim nömrəmizə zəng edərək internetin kəsilməsini deyirlər. ENT hamımızın səsini eşidib və yaymağa çalışır. Bir şeydə diqqətinizə çatdıraq ki, Karşınas Oqtay Vəlizadə milli fəalla bağlantımız kəsildi. Görünür ki, texniki müşküllər səbəbindən onunla bağlantımızı davam etdirə bilmədik. İnşallah növbəti görüşlərimizdə onun da fikirlərini yenidən sizə təqdim edərik. Siz isə sağ olun, salamat qalın. Allah xalqımızı qorusun.